Ətrafımdakı bir çox insan bilir ki, mən biraz tənbələm. Əslində bu sifarişlərim həftə içi gəlmişdi. Mən düşündüm ki, 6 bazar daha yaxşı işıqda gündüz videoları çəkərəm ki, işıq daha yaxşı olsun. Amma bu gün bazar günüdür və axşamdır. Təbii ki də mən biraz tənbəllik elədim, gündüz çəkmədim. İndi də çəkməsəydim bunlar yenə qalacaqdı həftə sonu. İndi isə gəlin birlikdə baxaq Trendyoldan nələr almışam. Bir neçə sifarişim var. İndi sizinlə bərabər baxacağam. Birinci bu böyük paketdən başlamaq istəyirəm. Nə olduğunu bilirəm. Ümid edirəm gözlədiyim kimi gəlib. Və bir kürk almışam. Cibləri də var. Əslində bu tip şeyləri özümə heç yaraşdırmıram. Pingvinə oxşadım. O tək gedən pingvin var ona. Çünki belə boyun balaca olduğuna görə kürklərdir, sonra balonka kurtkalardır. Onlar məndə çox belə anormal qalır. Yəni mən özümü elə hiss edirəm. Bu da istədiyim kimi qalmadı. Bəlkə kablokla falan biraz şey qalır, amma material olaraq, görüntü olaraq pis deyil. Sadəcə məncə mənə görə deyil. Elə də çox yumşaqdır, qəşəngdir, amma indi nə qədər vaxtdır bu pakovkada qalıb, buralar düzələcək zaten, amma nəsə sanki mənə görə deyil. Mən elə fikirləşirəm. Bilmirəm. Qərarsız qaldım. Nəysə, keçək digərinə. Elə bilirdim ki, bu məhsulu boz rəng sifariş eləmişəm, amma ola bilər ki, qarada vurmuş olum. Desə bozun razmeri yox idi. Düzdür, yayın gəlməyində biraz var, amma mən endirimdə gördüyüm üçün aldım. Bu arada çox da bəyəndim. Material da qəşəngdir və hal-hazırda da endirimdədir. Çox sərfəli qiymət almışam. Bilirsiniz ki, yayda bu tip koftaların qiyməti daha baha olur. Ona görə məncə düzgün bir seçim eləmişəm. Qalmışam. Nə üçün olduğunu bilmirəm, niyə aldığımı bilmirəm. Sadəcə olaraq, yəni bildiyim tək bir şey var ki, mənim buna qəti şəkildə ehtiyacım yox idi, amma mən bunu almışam. Deyəsə endirim müəyyən bir məbləğ olmalı idi səbətində, endirim olsun deyə ən ucuz bunları tapdım, ona görə almışdım, elə xatırlayıram. Amma yəni bunları almasaydım da endirimsiz də məhsul alsaydım, belə baxıram indi qiymətə gələcəkdi. Nəysə o aydınlanmanı indi yaşadım. Daha sonra keçdi. Olan oldu. Ən azından bunları yoxlayıb sizə rəylərimi bildirəcəm. Aldıqlarım bu qədər. Növbəti məhsullar yoldadır. Onları da sizinlə paylaşacağım. Ümid edirəm bu videolarda mama görməz. Yenə deyəcək ki, şkaf doludur, sən yenə də paltar alırsan. Belə. Bugünlük bu qədər. Növbəti videoda görüşərik. Hələlik.